isimdir. Qalamun, qələm isimdir. Səyyaratun, yəni maşın deməkdir. Sonra fiil, səfərə, yəni səfər etmək. Yaktubu, yazır, feildir. İclis, otur. Bu, təkidi əmr feilidir. Yəni, əmr məlum deyirlər buna sərf elmində. Sonra gəlir hərif, yəni ədat. Fi, dadə, içində, ön qoşmadır. İlə, a, ə, ya, yə, ön qoşmadır. Və min, dan, dən. Bunlara biz nə deyəcəyik? Ədat deyəcəyik. Demək, yenə də təkrar edirəm. Ərəb dilində nitq hissələri 3 yerə bölünür. İsim, feil və ədat. İndi isə başlayaq isimdən. Görək ismin necə tanımaq olar. İnsan, heyvan, bitki və cansız əşyaları və ya mənası zamana dəlalət etməyən bir nitq hissəsinə isim deyilir. İsmin əlamətləri aşağıdakılardır.